Salam. Yine hayatta bir gün dururuq, samovarımızı yandırırıq, atırıq odunlarımızı, samovar yanır, koyuruq qaynasın. Gedirik ne eləməyə, samovar qaynayınca odun daşımağa, odunlarımızı yaşayaq. Yani bu hayatta gördüğümüz kendi hayatında bir günün işin bir qismidir dostlar. Yenirik, odunlarımızı, tədarikimizi görüb daşıyırıq indidən, gündüz vaxtı. Gedirik. Samovarımız da orada yavaş qaynayır. Gəlirəm, tez baxıram, püləyirəm. Görürəm, hər şey yaxşıdır, qaynayır, gözləyir. O momentdə gedib inəklərin otlarını daşımaq lazımdır. Gedirik, otları aparırıq. İndidən çünkü gün orta vaxtıdır, axşam tədarüküdür bu axşamı olan hazırlıqdır. Otlarımızı daşıyırıq dostlar. Bu arada kendi sevin, kendi gelin, kendi unutmayın. Kendi hayatı güzeldir, ördəklərimiz də fırlanırlar, su axtarırlar çimməyə. Ağacın altında beləyib, eləyirəm ki, yaxşı olsun. Burada hava yaxşıdır, fevral ayıdır. Azərbaycanda havalar yaxşı isti keçir, pis deyil. Gözəl hava var. Təbiəti sevin dostlar, təbiəti, ağacları, qulluq hər bir kəsin borcudur. Yaşıllıq həyat deməkdir. Burada sağollaşdı, tezdən samovarımızı, tezdən közümüzü atırıq, odumuzu atırıq ki, samovar işləri görənə kimi hazır olsun deyə. Oradan da biraz istirahət edirik, gözləyirik samovar qaynasın. Biraz ora çox qaçdıq, yorğun olduq, istirahət edirik. Burada istirahət edirik, samanın üstündə oturmağın bir başqa ləzzəti var. İndi də pəyəni atırıq. Pəyəni də atmaq lazımdır, çünki akşama heyvanlar gələcək çöldən, yerləri quru olsun, təmiz olsun. Bunu da aparatırıq. Bu arada inəyin təzə doğu bala, buna bax nə gözəldir. Bunu aparır, əmizdiririk, çünki balacadır, çox körpədir. Sonra onlarla biraz oynayıram, başlarını qaşıyıram. Heyvanları da sevmək lazımdır, onları vurmaq olmaz qətiyyən. Ancaq tumarlamaq lazımdır heyvanları, sevmək lazımdır. Bu arada yenə də samovar. Samovar uca otlu az qalır dostlar. O samovar ətri bir başka şeydir, qaynadı. Samovarımız hazır. Bu arada samovarı, bu çayniki burada birinci susuna yaxalamalıyıq ki, çünkü yaxşı dəm alsın, bunu bilənlər bilir. Sonra güzel çay süfrəsi təşkil edirik. Bax, budur. Bax, kəndin əsas ləzzəti budur. İşlərimizin bir qismini gördük. Gördüyünüz işlər tam hamısı değil. Yani yerleştirə bilmirəm roliklə, qoyuruq samovarı. Çaynikimizi indi samovar üstüne dəm alsın. Gözləyirik 5 dəqiqə, 6 dəqiqə. Gözəl dəm alıb ətrini yığandan sonra yeriniz məlum gözəl dostlar, siz də həyətdə oturup çay içmək çox həqiqi başqa bir aləmdir. Çox gözəldir dostlar. Allah hər kəsin ruzisini versin, əziyyət çəkənlər var olsunlar. Allah onların qazancını həmişə xeyir işlərdə qismət eyləsin. Kəndə gəlin, kəndi unutmayın. Mən demirəm bütün cəmaat kəndə gəlsin də çaya bax, budur, bax bunu ətri, inanın bunu buradan vermək olmur. Çay çox ətrili çaydır, çempiondur. Bu arada soruşursunuz nə çaydır, onu da deyim. Demirəm bütün insanlar kəndə gəlib yaşasın. Sadəcə kənddən çıxıb gedənlər, heç olmasa il ərzində 1 ay, 2 ay gəlib kəndə gəlsinlər. Ata yurdunu görsünlər, bu təmiz havanı utsunlar. Bizim bu samovar çayımızdan içəsiz. Hər birinizin yolunuzu gözləyirik. Qaspadin Cavid hər an sizin yolunuzu gözləyir. Və şad olaram ki, siz də gələsiniz. Bu arada çayımız, bu arada qonşumuz da gəlib işlərimizi görəndən sonra çıxanda qonşumuz İdrisdir. Allah onun canını sağ eləsin. Gözəl qonşudur. Bütün qonşularımız gözəldir dostlar. Birinci özün gözəl olmasa bütün qonşular yaxşı, mehriban. Gəlib gördü ki, samovar yandıram. Deyir, ay Qaspadin çayın hazır, deyirəm, gəl. O da geldi çaydan içir. Deyir, mən özüm dəmləyəndə belə dadda alınmır. Sən nə qatırsan buna? Mən də deyirəm, mən hər bütün gördüyüm işləri sevgi ilə görürəm. Ona görə də bax, gözəl hava, gözəl hayır. Fevral ayının 15-i 2025-ci ildir. Qış olduğuna görə yaşıllıq yoxdur dostlar. Öpürəm, var olun. Kəndə gəlin, siz də kəndinizi unutmayın. Çox sağ olun, var olun. İzlədiyinizə görə takip atın, takiplə qalın.